Allahın qulusan, Allahdan isə etiqadın olsun qəlbində. Pişiyi görəndə yolunu dəyişmə. Sən də arası gelsən pişik də ova gedir, yəqin yemək istəyir. Sən onu görüb yolunu dəyişirsən. Boş şeydir, narahat olma, möhkəm ol. Qəlbində Allaha inancın olsun. Bil ki, xeyir Allahdandır, zərərlər sənin öz nəfsindəndir. Hər şey yaxşı olacaq. Müsəlman belə olmalı. Müsəlman bu etiqadla tanınır. Peyğəmbər sallallahu əleyhi və səlləm gələndə, indi bilmirsən, belə şeylər bil, Allahın izniyle, bunlar sənin dinində var. Peyğəmbər sallallahu əleyhi və səlləm gələndə, sənin kimi göz mıncığına, daşa, babaya, nənəyə, ağaca etiqad edənlər var idi. Gəldi, onların hamısını yığışdırdı. Dedi ki, olmaz bunlara etiqad eləmək. Allaha inanmaq lazımdır. Onlar da dedilər ki, Əcəələl əlihətə iləhən vahidə, İnnə hədə lə şeyun ucəb. Sən deyirsən, bütün hamısını yığışdıraq, bir dənə ilah olsun, qəribə şey danışırsan. Bugün siz də qəribə deyirsiniz. Amma Quranı oxuyun, hədisləri oxuyun, elm əhlinə qulaq asın, görürsünüz ki, din budur. Din belə olur, etiqad belə olmalıdır. İndiyə qədər öyrədilən etiqad, sən demə etiqad deyil, cəhənnəmə aparan bir yoldur. Allah Teala hamımızı qorusun, Allah Teala bizə eşitməyi və faydalanmağı nəsib etsin. Vəlhamdülillahi Rabbil ələmin.